Bu peyvənd milyonlarla yoluxmanı dayandıra bilər. Yüksək riskli ərazilərdə peyvənd chikungunya qızdırmasının qlobal təsirini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Bu isə sürətlə yayılan ağcaqanadlar vasitəsilə ötürülən virusla mübarizə üçün ümidverici hal verir. Tədqiqat Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi və Avropa Dərman Agentliyindən təsdiq almış Vimkunya deyil, yeni lisenziyalı Valneva peyvəndinin potensial təsirini yüksək olaraq modelləşdirir. Əhəmiyyətli olan odur ki, vaksin chikungunya epidemiyalarının gözlənilməz xarakterinə görə klassik 3-cü faz effektivlik məlumatlarında deyil, qorunmanın immunoloji korrelyasiyalarına əsaslanaraq lisenziyalaşdırılıb. Tədqiqatın nəticələri göstərir ki, təhlil edilən 180 ölkədən 104-ündə 2,8 milyard yoluxmuş şəxs qeydə alınıb. Peyvənd modelləri peyvəndin 70% effektivliyini, infeksiyaya qarşı 40% qorunma və 50% yayılmanın qarşısını alır deyə alimlər bildirir. Peyvəndin təsirinin epidemiya şəraitində endemik şəraitdə nisbətən daha yüksək olacağı proqnozlaşdırılır və epidemik şəraitdə təsirin 83% artması müşahidə edilir. Bununla belə müəlliflər xəbərdarlıq edir ki, modelləşdirilmiş faydalar həm də epidemiyanın tez aşkarlanmasından, ehtiyatların səmərəli yerləşdirilməsindən və yerli epidemiologiya və səhiyyə infrastrukturuna peyvənd strategiyalarını uyğunlaşdırmaq bacarığından asılıdır.